Artsaq məsələsi və s. E, Artsaq yoxsa Qarabağ məsələsi? Çünki Ermənistan artıq rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Bizim üçün Artsaq, digərlərin üçün Qarabağ. Amma Mən bu cümlə təməldən səhvdir axı. Siz hələ də Artsaq deyirsinizsə, biz sülh istiqamətində hansı müzakirəni apara bilərik? Kadrlardan da göründüyü kimi Diana Karapetyan canlı yayım zamanı separatçıların Artsaq adlandırdığı ifadəni işlədib. Bu, jurnalist Vəfa Həmzəyevanın dərhal və kəskin etirazına səbəb olub. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Yəni bu Ermənistanın rəsmi mövqeyindən söhbət gedir. Yəni sizin dövlətinizin mövqeyindən söhbət gedir burada. Evet, amma mənim fikrimcə real diyaloqa mane olan əsas mane tarixi yaddaşdır. Aparıcı studiyadan elə həmin anda müdaxilə edərək bildirib ki, Azərbaycanın rəsmi mövqeyinə görə Qarabağ ölkənin ayrılmaz hissəsidir və Artsaq sözü separatizmin simvolu kimi qəbul olunur. Reaksiyadan sonra erməni jurnalist bir daha Qarabağ sözünü işlətməkdən imtina edib. Mövqeyini argumentlə əsaslandırmağa çalışaraq gərginləşib. Bu dialoq hər iki ölkənin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrində böyük maraq doğurub. İzləyicilər arasında geniş müzakirələr başlayıb, müxtəlif mövqelər səsləndirilib. Maraqlıdır ki, məhz bu gərgin dialoqdan bir gün sonra Reopen Media layihəsi siyasi təzyiqlər səbəbindən bağlandığını rəsmən açıqlayıb. Erməni mediasında yayılan məlumatlara görə layihənin sonlanması daxili və xarici siyasi faktorlarla əlaqələndirilir. Əsas səbəb kimi jurnalist Vəfa Həmzəyevanın Ermənistanın baş naziri Nikol Paşinyanın və rəsmi İrəvanın mövqeyini xatırlatması göstərilir. Bu arada elə efir əsnasında Diana Karapetyana Reopen Medianın Ermənistan dövlətinə qarşı olduğu sualı da ünvanlanıb. Diana xanım, konkret olaraq sizin media hazırda dövlətin siyasətinə qarşı gedir. Yəni siz dediniz ki, jurnalist gedə bilər. Ona görə soruşuram bu sualı. Yox. Yox, siz getmirsiniz. Yəni sizin siyasətiniz, media siyasətiniz dövlətlə eynidir. Evet. Bəli. Aydındır. Jurnalist David Qriqoryan isə bağlandıqlarını elan etdiyi yayımda vurğulayır ki, onlar heç bir xarici dairədən maliyyələşmirlər və heç bir siyasi qüvvələrin təsirində deyillər. Heç müxalifətə də bağlılıqları yoxdur. Amma fakt faktlığında qalır. Bu fonda Real TV-nin efirində yaşanan mübahisə Ermənistan mətbuatında da geniş işıqlandırılıb. Bir çox şərhçilər Karapetyanın efirdəki çıxışını təxribat cəhdi kimi qiymətləndirib. Beləliklə, həm Reopen Medianın bağlaması xəbəri, həm də canlı efirdə baş verən gərginlik regionda informasiya mühitinin həssaslığını bir daha ortaya qoydu.